Hello. Bugün üz baxım rutinimi göstermək istəyirəm. Getdik. Birinci Centella Brightening tonerlə birinci üzümü serumlar üçün hazırlayıram. Göstərim. Qiyməti 44 manat. Hardan alınıb bilmirəm, çünki mənim deyil, bacımındır. Gözləyirəm üzüm qurusun, birazdan qayıdıram. Toner dərimə hopdu, qurudu. İndi isə keçirəm ilk seruma. Neminasid asid. Ne ismini diyorsun lan? Dərinin su balansını qorumaq üçün dərini nəmləndirir daxil o su. 5 dəqiqədə gözləyirəm, bu da dərimə hopsun. Sonra keçirəm digər seruma. 24 ayardayım. Yine ben tam havamdayım. Bu da dəride oturdu. Bu serumda keçirəm ikinci seruma. Bu arada yadımdan çıxdı, bayaq deyim. Serumlar The Ordinary-dəndir. Keçirəm alfa arbutin. Bunu da dərinə ağartmaq üçün istifadə edirəm. Çünki məndə burada günəşdən qalma ləkələr var. Bilmirəm, əslində günəşdən qalıb yuxarı buralarda belə melazma ləkələri var. Burada da biraz var. Əslində bu rutinə C vitamini serumu da əlavə eləyəcəm. Bəlkə almamışam, onu da alıb bu rutinə qatacağam. Məncə onda daha effektiv olacaq. Çünki əvvəllər istifadə edirdim. Görürsünüz, burada belə üç bucaq kimi ağartı var. Buralarda ləkə idi əslində. Mən C vitamini serumu istifadə edəndə bura qədər aparmışdı. Sonra bitdi, yarımçıq qaldı. Ona görə onu yenə davam edəcəm. Bir də nə istifadə edirdim, sizə onu göstərim mən o zamanlar. Belə bir krem var. Bunu Trendyoldan sifariş vermişdim. Herbadermdən renk açıcı ləkə kremi, həm də SPF tərkiblidir. C vitamini serumdan, o da Herbadermdən idi. Baxın bir də. Belə idi, bilmirəm. Bunu hər dəfə yadımdan çıxır belə üçün eləməyəm. Əlimə sürtüb sonra sıfatıma sürtürəm. Belə eləyək də. Eləməsəm ondan yaxşıdır. Yəni yaxşı belədir. 24 ayardayım. Ləkələrimin üstünə eləyim. İndi isə keçirəm seruma. Kremə. Deməli, krem olaraq gündüzlər bu kremi, axşamlar da bu kremi istifadə edirəm. Hər ikisi Koreya istehsalıdır. Bu Medipil'dən Peptide Box. Tərkibi nə deyim? Kollagen tərkiblidir. Dəridə olan əsamələri toparlayır. Keeping your skin healthy and moist. Dərini sağlam göstərir. Bu qədər gecə istifadə üçün uyğundur. Bu isə gündüz istifadə üçün. Bu da Cigotdan kollagen tərkibli kremdir. Həm də eyni zamanda ağardıcı və qırışların qarşısını alan. Mən hər ikisini bəyənirəm. Gəlin gündüz kremimizi istifadə edək. İndi gündüz olduğu üçün. Qəşəngliyi var.